Salam hörmətli müəllimlər və şagirdlər. Bu videoda MHM-in yeni test topusundan notlu ədədlər bölməsində test 2-nin izahını verəcəm. Deməli, birinci sual bizə deyir ki, burada 5 ardıcıl tək ədədin cəmi m olarsa, ikinci və üçüncü ədədlərin cəmini tapın. Ardıcıl tək ədədlər 2 vahid artıq, düzdürmü? Onu da belə deyib, 1, 2, 3, 4, 5. Bunu 2'ye minus 1 ilə eləməyəcəm. Deyək ki, məsələn, x təkdir. Aydındırmı? Onda birinci tək ədədə x deyək. Bundan sonra gələnə 2 vahid artdığına x üstəgəlsin 2 olacaq. Üçüncü də əvvəlkindən 2 vahid çox, yəni x üstəgəlsin 4 olacaq. Dördüncü onda x üstəgəlsin 6 və 5-ci x üstəgəlsin 8 olacaq. Və bu 5'inin cəmi bizə m-i verməlidir. Bunlar tərəf-tərəfə toplayanda görürük ki, buradan 5x üstə gəlsin 20 bərabərdir m alınacaq. Buradan da 5x bərabər olacaq m çıxılsın 20'ye. X'i də tapanda m bölünsün 5 çıxılsın 4 alınacaq. İkinci və üçüncünün cəmini istəyir. Onda x üstə gəlsin 2, üstə gəlsin x üstə gəlsin 4 bərabərdir. 2x üstə gəlsin 6. X'in yerinə yazsaq, m bölünsün 5 çıxılsın 4 üstə gəlsin 6 bərabər olacaqdır burada. Deməli 5'də 2 m çıxılsın 8 üstə gəlsin 6. Buradan da 5'də 2 m çıxılsın 2'dir. Bunu da kəsr kimi yazsaq 5'də 2 m çıxılsın 10 olacaq. Və burada da cavab edir D variantı. İkinci suala keçək. İkinci sualda da deməli bizə deyir ki, A və B rəqəmləri üçün AB bərabərdir M vurulsun A çıxılsın B və B ədədi üçün isə M vurulsun A çıxılsın B olarsa M-in fərqini tapın. Baxın, burada AB fərqi M vurulsun A çıxılsın B-yə bərabərdir. Burada M-i tapsam niyə bərabər olacaq? AB ədədinin A çıxılsın B-yə nisbəti. Həmçində B ədədi n vurulsun A çıxılsın B-yə bərabərdirsə, buradan da n-i tapsam, B-nın A çıxılsın B-yə nisbətinə bərabərdir. Bizdən m çıxılsın n fərqini soruşur. M çıxılsın n də bərabər olacaq. Yerinə yazsaq, AB bölünsün A çıxılsın B, çıxılsın B-a bölünsün A çıxılsın B. Bu da bərabərdir. A çıxılsın B-də AB çıxılsın B-a. Bu da bərabər olacaq. Bunu mərtəbə toplananların cəmi şəklində göstərsəm, 10A üstə gəlsin B çıxılsın 10B çıxılsın A bölünsün A çıxılsın B. Buradan da deməli 9A çıxılsın 9B bölünsün A çıxılsın B. Bu da 9'a bərabər olur. Burada aydındır ki, A çıxılsın B, yəni həmişə sıfırdan fərqlidir. Səbəbi də nədir? Baxın, burada 2 rəqəmli ədəd n vursun A minus B-dir. Əlbəttə ki, burada A minus B sıfırdan fərqli ədəd olmalı ki, m-i həmin ədədə vuranda 2 rəqəmli ədəd alınsın. İndi isə keçək 3-cü sualın izahına. 3-cü sualda demək olar ki, oxşarıdır. Bizdən m üstə gəlsin n-i soruşur. Düzdürmü? Burada mən m-i tapsam, niyə bərabərdir? AB ədədinin A üstə gəlsin B cəminə nisbəti. N-i tapsam niyə bərabərdir? B ədədinin A üstə gəlsin B-yə nisbəti. Toplasam, yəni M üstə gəlsin N niyə bərabərdir? AB ədədi bölünsün A üstə gəlsin B, üstə gəlsin B ədədi bölünsün A üstə gəlsin B. Orta məxrəc eynidir, yəni A üstə gəlsin B-dir. Sürətdə AB üstə gəlsin B-a alınır. Buradan da bunu açıb toplayanda 11A üstə gəlsin 11B-dir. Bölünsün A üstə gəlsin B-dir. Və buradan da cavab 11 alınır. B variantı. Sonra keçsək 4-cü suala baxaq. Baxın, burada bizə 4-cü sualda deyir ki, A natural ədədinin A ədədinin 6 natural böləni var. A ədədinin ən az neçə natural böləni var? Baxın, ən az deyirsə həmişə
çalışın, yəni A-nı bir sadə ədədin qüvvəti formasında götürün. Çünki natural bölənlərin sayını tapanda qüvvətlərin üzərinə bir gəlib hasilini yazacaq. Ona görə də mən A-nı bu şəkildə götürəcəm. A bərabərdir. Deməli 2 üzərində 5. Natural bölənlərdə nə olacaq? 5 üstünə 1 6-dır. A bərabərdir burada. Deməli 2'nin kvadratı vurursun 3 kimi də götürə bilərik. Amma bunda ən az olmayacaq. Səbəbi də o ki, bunu qüvvətə qaldıranda hər birinin qüvvəti artacaq deyə. Məsələn, A-nın kubunun deyir də ən az neçə natural böləni var. Yəni 2 üzərində 5'in kubu, bu da bərabər 2 üzərində 15. Bunun natural bölənlərinin sayı 15 üstə gəlsin 1, 16'dır. Amma A-nın kubu aşağıdakı ifadədə yoxlansaq, nə olacaq? Yəni 2 üzərində 6 vurulsun 3 üzərində 3'dür və burada natural bölənlərin sayı 28 edir. Ona görə də ən az deyirsə, həmişə çalışın 1'in götürün. Yəni bir sadə ədədin qüvvəti formasında götürün. İndi isə keçək deməli 5-ci suala. 5-ci sualda bizə deyir ki, A kiçikdir 48, əbab A 48 bərabərdir 8'dir. A-nın ala biləcəyi natural qiymətlərin cəmini tapın. Əbab yəni 8'ə bərabər o deməkdir ki, A ədədi də 8'ə tam bölünür. Çünki əbab nə deməkdir? Ən böyük ortaq böləndir. Yəni A ədədi də 8'ə bölünməyin A bərabərdir 8K formasında biz göstərə bilərik. Onda əbabda yerinə yazsaq, əbab 8K 48 bərabərdir 8'dir. Buradan 8'i əbabın xaricinə çıxarsaq, K ilə 6 bərabərdir 8'dir. Və buradan da əbab K ilə 6 1'ə bərabərdir. Bu deməkdir ki, K ilə 6 nədir? Qarşılıqlı sadə ədəddir. Baxın, burada nəyə diqqət eləməliyik? Biz A-nı 8K götürmüşük. Düzdürmü? İndi 8K'nı yerinə yazsaq bərabərlikdə 8K kiçik olmalıdır neçədən? 48'dən. Hər tərəfi də 8'ə bölsək K da kiçik olmalıdır 6'dan. Düzdürmü? Baxın, bu nə deməkdir? Bu deməkdir ki, bizim götürəcəyimiz K 6'dan kiçik qarşılıqlı sadə ədədlərdir. Aydındırmı? Və onda K bərabərdir burada 1 ola bilər. Bir də K bərabərdir burada 5 ola bilər. Aydındırmı? K 1 olsa A bərabərdir 8 olur. K 5 olsa A bərabərdir 8 vurulsun 5 40 olur. A-nın ala biləcəyi qiymətlər 40 ilə 8 və bunların da cəmi bizə 48'i verir. Cavab hansı variantda görək? Cavab C variantı. İndi isə keçək 6-cı suala baxaq. Bizə deyir ki, X, Y, Z rəqəmləri üçün X8'in 2YZ hasili 6076 olarsa X üstə gəlsin, Y üstə gəlsin, Z cəmini tapın. Baxın, burada məntiqlə yanaşmalıyıq. Niyə görə? Baxın, burada X rəqəmdir və birinci rəqəmdə iki rəqəmli ədəddə sıfırdan fərqlidir. Demək, X 1'dən başlayır, düzdürmü? Mesela X ən az 1 olsa birinci ədədimiz 18 edir. Və buradakı sağındakı 3 rəqəmli ədəddə 2 ilə başlayır. Məntiq cəhətdən 18'i 200 ilə başlayan bir ədədə vursam, yəni ən az 200'ə vursam, tutaq ki 3600 edir. Düzdürmü? Bu ədəd yəni 6076'dan çox uzaqdır da yəni. Məsələn, ona görə də məsələn bir dəfə də 3 götürək. X-ə 3 götürəndə də deməli 38'i mən 200 ilə başlayan bir ədədə vursam minimal. Burada bizim ədəd 7600 eləyəcək. Düzdürmü? Baxın, bu ədədlər 3060, daha sonra 3600, 6076'dan çox kiçikdir. 7600 də çox böyükdür. Ona görə də buradan biz o nəticəyə gələ bilirik ki, X yalnız 2 ala bilər. Yəni X-in yeganə qiyməti 2'dir. Onda burada 28 vurulsun 2Y Z ədədini bərabərdir 6076'ya. Və buradan da 2X ədədini tapmaq üçün 6076'yı 28'ə bölməliyik. Deməli, 60'ın içərisində
2 dəfə 56 edir. Demək çıxanda 4 yanına düşdü 47. 47 içərisində 1 dəfə 28. Çıxanda neçə edir? Deməli 9. Burada da 1 119 6 da düşəndə yanına 196. 196'nın da içərisində 8'i neyle burada sonu 6 ilə tutar 7 dəfə. Deməli buranda da 196 edir. Fərq edir 0. Deməli 28'i 217'ye vuranda neçə edir? 6076 edir. Buradan deməli x 2'dir. Y bərabərdir 1'dir və z bərabərdir 7'dir. Və bizdən bunların cəmin istəyirdi. Ona görə də cavab D variantı olacaq 6-cı sualda. Keçək 7-ci suala. Baxın 7-ci sualda bizə deyir ki 8'ə qalıqsız bölünən natural ədədi 40'a böldükdə alınan bilən mümkün qalıqların cəmini tapın. Deməli baxın burada 8'ə qalıqsız bölünən ədəd. Bunun üçün ən yaxşı nə edirik? 8'dən başlayaraq ardıcıl yazırıq. Baxın birinci 8'ə bölünən ədəd 8'in özüdür. İkinci 16'dır. Üçüncü 24'dür. Deməli dördüncü 32'dir. Düzdürmü? Beşinci deməli 40'dır. Deyək düz yazımda 8 16 deməli 24 32 sonra təzədən buradan sonra 48'dir, sonra 56'dır. İşte burada müxtəlif deməliydi. Aha. Sonra da 56. Baxın 8'i 40'a böləndə qalıq 8'in özüdür. Sonra 16'yı 40'a böləndə 16'nın özüdür. 24'ü də 40'a böləndə deməli 24'ün özüdür. Deməli 32'yi də 40'a böləndə qalıq 32'nin özüdür. Yadda saxlayın ki, yəni böləndən kiçikdirsə elə qalıq elə bölünənin özüdür. Aydındır mı? Yəni 8'i 40'a böləndə göz 8 40'dan kiçikdir. Elə qalıq elə bölünənin özüdür. İndi 40'ı 40'a böləndə qalıq 0'dır. Sonra təzədən 48'i 40'a böləndə qalıq 8'dir. Sonra 56'yı 40'a böləndə qalıq 16'dır. Baxın buradan sonra başlayır təkrarlanmağa. Aydındır. Bizdən müxtəliflərini deyir də, düzdür, burada əslində müxtəlif olmalıdır. Yəni 8 üstə gəlsin 16, üstə gəlsin 24, üstə gəlsin 32, bir üstə 0 var burada hələ. Deməli 8 ilə 32 40 cavab verir 80. C variantı. Sonra keçək 8-ci sual. Bu da çox gözəl sualdır. Diqqət tələb edir. Baxın 8-ci sualda bizə deyir ki, AB rəqəmləri üçün, daha doğrusu AB natural ədədlərdir. A bərabərdir x üstə gəlsin 7'dir. B bərabərdir 8 çıxılsın x-dir. Və AB hasilinin ala biləcəyi fərqli qiymətlərin sayını tapın deyir bizə. Baxın bizdə burada x-in natural ədəd olduğunu demir. Yəni burada x həm də tam ədəd kimi götürür x-i. Aydındır. Burada əsas niyə diqqət eləməlisiniz? B burada natural ədəd olması üçün, yəni əgər x naturaldırsa 1-dən 7'yə qədər qiymət ala bilər. 1-dən demək, hətta 0-dan 7'yə qədər qiymət ala bilər. 0 demək yaxşı 1-dən başlayır. İndi izah edəcəm. Demək x nədir? 1-dən 7'yə qədər qiymətlər ala bilər. Aydındır. Demək x bərabərdir. Deməli 1 ola bilər. Buradan göstərək. Aha. X hansı ola bilər? Baxın 1 ola bilər. Sonra 2 ola bilər. Bu şəkildə ta ki 7'yə qədər. Deməli tam yazaq 3, 4, 5, 6, 7. Baxın bunlar hər bir yerinə qoyanda, məsələn x-in yerinə 1 qoyanda, məsələn nümunə kimi göstərim. A neçə olacaq? A bərabər 8. Məsələn B bərabərdir neçə? 7 olacaq. Məsələn x-in yerinə 2 qoyanda x bərabər 2 yazaq. Məsələn bu olacaq 9, bu olacaq deməli 6. Düzdürmü? Baxın burada AB hasili deməli 1-dən 7'yə qədər dəyişir də x-in qiymətləri. Düzdürmü? Ona görə də əslində 7 də qiymət alacaq.
Cavab 8-də deməli A variantı. Amma bunların mənfisini də bir nəzərə alaq görək. Mənfisi də buna təsir eləmir. Əslində burada təsir eləmir. Niyə görə? Baxın, mənfilərdə də burada əgər x mənfi alırsa, yəni biz birinci şərtdə dedik ki, x müsbət olsa, buna görə nə olmalıdır? X 7-yə qədər qiymət almalıdır. Bu müsbətdə. X mənfi qiymətləri isə, məsəl üçün, mənfi qiymətlər arası mənfi tam qiymətdə. X üstə gəlsin 7 nə olmalıdır? Böyük olmalıdır 0-dan. X də nədir? Böyük olmalıdır mənfi 7-dən. Düzdürmü? Mənfi 7-dən bir də 0-a qədər qiymət ala biləcək bu. Aydındır. Demək, x-in ala biləcək qiymətlər demək 0-dır. 0-dır, mənfi 1-dir, mənfi 2-dir, nöqtə nöqtə, mənfi 6-dır axırıncı qiyməti. Baxın, mən burada x-in yerinə 0 qoysam, əsas diqqəti burada baxın. A neçəyə bərabərdir? A 7-dir, B neçəyə bərabərdir? Demək, A 7, B 8-dir. X-in yerinə mən burada mənfi 1 qoysam, onda A 6 edir. B də neçəyə bərabər olacaq? Deməli, neçə qoydu? Mənfi 1, deməli 9-a. Fikir verin, x 1 olanda A 8 idi, B 7 idi. Amma x 0 olanda da A 7 olur, B 8 olur. Deməli, 0-dan mənfi 6-ya qədər olanlar ilə 1-dən 7-yə qədər olanların hasilləri elə bir təkrarıdır. Niyə görə? Baxın, bunu buna vuranda eləyəcək 56. Belə hasil demək fikrimdən çıxdı. Yəni 8-i 7-yə vuranda 56 eləyir. 9-u 6-ya vuranda 54 eləyir. Düzdürmü? Fikir verin, x 0 olanda burada A 7 alındı, B 8 alındı. Bunların hasili 56. Sonra x mənfi 1 olanda A 6 edir, B 9 edir, hasil 54'tür. Yəni bu şəkildə yenidən başlayır təkrarlanmağa. Aydındırmı? Ona görə də burada deməli belə deyək də, yəni 7 dənə fərqli qiymət alınır. Elə bir 1-dən 7-yə qədər olan qiymətlər ilə, hasildəki qiymətlər ilə 0-dan mənfi 6-ya qədər qiymət, hasilin qiymətləri, yəni üst-üstə düşür deyə simmetrikdir elə bir. Ona görə də burada 7 dənə qiymət ala bilər. A variantı. Sonra deməli 9-cu suala baxaq. Bizə burada 9-cu sualda deyir ki, 15 üzərində x üstə gəlinsin 1 ədədinin natural bölənlərin sayı 36 olarsa, 28 üzərində x minus 1 ədədinin natural bölənlərinin sayını tapın. Deməli, natural bölənlərin sayını tapmaq üçün bunun sadə vurğuların qüvvəti şəklində göstərməkdir. Yəni 3 vurulsun 5-in üzərində x üstə gəlsin 1 və bu zaman 3 üzərində x plus 1 olur. Vurulsun 5 üzərində x üstə gəlsin 1 olur. Və qüvvətlərinə 1 əlavə edib toplasam, deməli, x üstə gəlsin 2 eləyəcək. Vurulsun x üstə gəlsin 2. Niyə bərabərdir? 36-ya. Buradan da x üstə gəlsin 2-nin kvadratı 36-dır. Buradan x üstə gəlsin 2 6-ya bərabərdir. X də bərabərdir 4-dür. X 4-ə bərabərdir. Düzdürmü? Bizdən də nəyi soruşur? 28 üzərində x minus 1-i. Bu da niyə bərabərdir? 28 üzərində x neçədir? 4. 4 çıxılsın 1. Bizə 28 üzərində 3-ü verir. Bunu da sadə deməli, ədədlərin hasil şəklində göstərsəm, deməli, 2-nin qüvvətlərini hasil şəklində göstərsəm, daha doğrusu 2-nin kvadratı vurulsun 7-nin üzərində 3 olacaq. Bu da 2 üzərində 6 vurulsun 7 üzərində 3 olacaq. Bunun da natural bölənlərin sayı qüvvətlərin üzərində 1 gəlir. 6 üzərində 1 7, 3 üzərində 1 gələndə 4. Hasili bizə 28-i verəcək. Deməli də A variantı. Sonra deməli 10-cu suala baxaq. Baxın, 10-cu sualda bizə deyir ki, A-nın B-yə nisbəti 5-də 2-dir. Düzdürmü? Bizdən əkobla və əbobla ona bir ifadə verib və bizdən A üstə gəlsin B cəmini soruşur. Baxın, nə edək? A-nın B-yə nisbəti 2-in 5-ədirsə, mən burada A-nı 2K götürəcəm, B-ni də 5K götürəcəm. Aydındırmı? Baxın, onda vermiş ifadədə yerinə qoyursaq, əkob demək, A üstə gəlsin B. A ilə B-nin cəmi nə verir bizə? 7K. Sonra B çıxılsın A. B-dən A-nı çıxanda neçə verəcək? 3K.
deməli çıxılsın, 5 vurulsun EBOB. Baxın 2A üstə gəlsin B. 2A neçədir? 4K üstə gəlsin B 9K edir. Sonra B çıxısına yenə 3K edir. Bərabər olur niyə? 18-ə. Baxın 7K-nın 3K-nın əkubu nəyə bərabərdir? Baxın K hər birində var. Nə çatışmır? 3 ilə 7. Deməli K vurulsun. 3 ilə 7-nin hansıdır? 21 edir. Çıxılsın 5 vurulsun. Biri 3K'dır, biri deməli 9K'dır. EBOB nədir? Hər birində olan 3K. Burası 3K. Bərabərdir 18. Buradan da 21K çıxılsın 15K bizə 18'e bərabər olduğunu deyir. Çıxanda 6K bərabərdir 18, K bərabərdir 3'dür. Düzdürmü? K'nın biz burada 3 olduğunu tapdıq və bizdən cəmin soruşur. Deməli A üstə gəlsin B bərabərdir 7K eləyəcək. 2K'nın 5K'nı toplayanda və K'nın yerinə 3 olduğunu yazsaq eləyir 21. Y variantı. Sonra deməli keçək burada 21-ci suala. Birinci suala bizə deyir ki, x və y natural ədədlərdir. X ədədi y-in 40%-nə bərabərdir. EBOB x, y 12 olarsa, x üstə gəlsin, y cəmini tapın. Baxın, bizə deyir ki, x, y-in 40%-nə bərabərdir. Yəni, bu o deməkdir ki, x bərabərdir, y vurulsun 40, bölünsün 100'dür. Yəni, buradan x bərabərdir, 2y bölünsün 5'dir. Düzdürmü? Və bunu da belə yaza bilərəm. X-in y-ə nisbəti nəyə bərabərdir? 5'də 2 yaza bilmərəm. Və buradan da deməli, baxın, əslində bunu tam ixtisardan çox rahatlıqla eləyə bilərik. Niyə görə? Baxın, buradakı 2 ilə 5 nədir? Qarşılıqlı sadə ədəd. Bu ədəd necə kəsirdir? Onda sadə kəsirdir. Sadə kəsir nədir? Sürət və məxrəci qarşılıqlı sadə ədəd olan kəsirdir. Düzdürmü? Baxın, deməli, EBOB 12 o deməkdir ki, x ədədi də 12'ye bölünür, y ədədi də 12'ye bölünür. Deməli, biz burada 12'ye ixtisar aparmışıq da, düzdürmü? Onda sürət və məxrəci hər tərəfin 12'ye vuralım mən. Onda deməli, x-in x bölünsün y nəyə bərabərdir? 60'da, deməli, 24. Deməli, buradan x bərabərdir 24'dür, y bərabərdir 60'dır. Və bunların cəmi bizə 84'ü verəcək. Aydındır. Yəni kəsin əsas belə deyək xassəsinə görə sürət və məxrəci eyni bir natural ədədə vura bilərik. Baxın, mən də baxın tam ixtisarda nə edirdi? Yəni kəsi tam ixtisar etmək üçün EBOB-una bölürdük. İndi EBOB-una bölmüşük ki 5'də 2 alınıb. Onda yaxşı ixtisar olunmazdan əvvəl nə idi? Onu tapmaq üçün də EBOB-a vururuq. Geri qayıdırıq da elə bir. Olsunda 5, demək hər tərəfi sürət və məxrəci 12'ye vurduq. Elədi 60'da 24, cəmi də 84. Və C variantı edir. 11'in cavabı. Sonra 12'ye baxaq. Deməli, qayd edir. Deməli, 12 yox, burada səhvən 21 yazmışam. 11'dir bu. Deməli, 12-ci sual. Bizə deyir ki, 2 natural ədədin cəmi 591'dir. Onlardan birinin sonuncu rəqəmi 8'dir. Əgər bu rəqəmi silsə ikinci ədəd alınar. Buna əsasən böyük ədəd ilə kiçik ədədin fərqini tapın. Baxın, burada əsas məntiq nədir? Məsələn, rəqəmlərin birini siliblər ki, digər alınıbsa, onda deməli bunların rəqəmlərinin sayı, yəni biri digərindən bir vahid çoxdur. Çünki məsələn, tutaq ki, İkisində də 2 dənə rəqəm varsa, birini siləndə məsələn bunda olur 1 rəqəm və bərabər olmalı deyil axı. Bərabərsə rəqəmlərin də sayı bərabər olur ədədlərdə. Deməli burada məsələn ikisi də 2 rəqəmli ədəd ola bilmir. Niyə görə? Çünki məsələn 2 dənə 2 rəqəmli ədədin cəmi 200-dən aşmır. Yəni ən böyük 2 rəqəmli ədəd 99-dur. Buranın cəmi də 200-ü aşmır. Ona görə də burada cəm 591'dir. Deməli, burada 2 ehtimal var. Ya hər ikisi 3 rəqəmli ədəddir, ya da biri 2 rəqəmli, digəri 3 rəqəmli ədəddir. Burada ikinci
hal olacaq. Yəni biri 2 rəqəmli, digər 3 rəqəmli ədəd olacaq. Niyə görə? Çünki 3 rəqəmlidən, baxın məsələn tutaq A, B, C-dir. Düzdürmü? 3 rəqəmlidən birini sildik, nə alındı? AB ədədi alındı. Yəni rəqəmlərin sayı nə olacaq? Birində 3 rəqəmli olacaq, digərində neçə olacaq? 2 rəqəmli olacaq. Aydındır. Və biz onda deməli sildiyimiz 3 rəqəmlidir. Çünki çoxdan azaldırıq ki, yəni aza bərabər olsun da. Başa düşdünüzmü? Belə başa düşdünüz. 127-dir. 127-dən 7-ni götürürük ki, 12-yə bərabər olur. Aydındır. İndi baxın, ona görə də burada deyir birinin sonuncu rəqəmi 8-dir. Bu 8 olan 3 rəqəmlidir. Aydındırmı? Yəni 3 rəqəmlidən 8-i götürəndə bunlar bərabər olur. Aydındır. Onda belə edeyim. Əgər birinci natural ədəd AB 8 kimi göstərsək, ikinci ədəddə nə olacaq? 8-i götürsək AB eləyəcək. Aydındır. Bizə deyir ki, AB 8 ilə AB-nin cəmi 591'dir. Bunu müxtəlif yollarla da yaza bilərik. Deməli, amma gəlin necə edək? Keçən dərs izah eləmişdim ki, baxın, bunun mərtəbə vahidi nədir? 1-dir. Bunun x-nə 1-2-də baxıram, ona görə də 10 olacaq. İkinci gələn. Bunu da belə yazacağım. 10 AB üzərində xətt, üstə gəlsin 8. Deməli, üstə gəlsin AB üzərində xətt 591'ə bərabərdir. Buradan 11 vurulsun AB üzərində xətt bərabər olacaq. 591'dən 8 çıxanda 583'ə. 583'ü də demək AB bərabərdir. 583'ü də 11'ə bölməliyik. 5 dəfə 55. 3 düşür. Demək 3 dəfə də eləyəcək 33. Deməli, onda AB nəyə bərabərdir? 53'ə. Buradan A bərabərdir 5'dir. B bərabərdir 3'dür. Deməli, bizim ədədlərdən biri AB 8, yəni 538'dir. Digəri də 53'dür. Bunların fərqini tapsaq, 8-dən 3'ü çıxsaq 5, 3-dən 5'i çıxanda qonşudan bir də aldıq. Deməli, 13, 8, 4 qaldı, 485. Cavab buna görə də deməli 12'də Y variantı olacaq. Sonra 14-cü suala baxaq. Deməli 14-cü sualda görək nə deyir bizə? Deməli bizə deyir ki, 1560 ədədinin sadə olmayan natural bölənlərinin sayını tapın. Deməli, ilk öncə bunu sadə vuruqlara ayıraq. Necə ayıraq? Deməli, bu belə yazaram. 156 vurulsun 10 kimi yazaram. 156'yı sadə vuruqlara ayıraram. Onun sadə vuruqlara ayrışını biliyorsunuz. Deməli, 2'yə böldük. Neçə qaldı burada? 70. Deməli, 8. Təzədən 2'yə böləndə deməli 39, sonra 3'ə böldük 13, 13'ü də 13'ə böldük 1. Deməli onda 156 nəyə bərabərdir? 2'nin kvadratı vurulsun 3, vurulsun 13. İndi bir də vurulsun 10 kimi yazmışam. 2 vurulsun 5 də yazacağım. Bu da nəyə bərabər? 2'nin üzərində kub olacaq. Bundan bu. Sonra vurulsun 3 olacaq, vurulsun 5 olacaq, vurulsun 13 olacaq. Deməli, qüvvətlərinə fikir versəm burada, deməli, natural bölənlərin sayı nəyə bərabər olacaq? Deməli, 3'ün üstünə 1 gələndə, deməli, 4 eləyir, 4'ü vurmalıyıq. 1'in üstünə 1, 2, hamısında 2 eləyir yerdə qalanlarda. Bu da bərabərdir. 8'i vurduq 4'ə, 32 edəcək. Deməli, 32. Bizə deyir ki, sadə olmayan natural bölənlərin sayını tapın. Deməli, baxın, burada sadə olmayanlar deyir. Burada səhvən 14 yazmışam nədənsə. Bunu 13 eləyim. Aha, deməli, sadə olmayanların soruşur da, düzdürmü? Biz nəyi bilməliyik? İstənilən natural ədəddə mürəkkəb bölənlərin sayı ilə natural bölənlərin cəminin üzərinə 1 və daha doğrusu sadə bölənlərin
cəminin üzərinə 1 gəlsə, bizə natural bölənlərin sayını verəcək. Bu da 1-i niyə gəlir? Çünki istənilən mürəkkəb ədədin sadə bölənlərin sayı var, bir də mürəkkəb bölənlərin sayı var. Bir də 1-ə bölündüyündən. Bu üçünün cəmi, yəni bizə natural bölənlərin sayını verir. İndi ümumi natural bölənlərin sayı 32-dir. Bizə deyir sadə olmayan. Sadə olmayan da o deməkdir ki, mürəkkəblərdən bir dənə 1, yəni 1 sadə deyil ki, düzdürmü? Yəni sadə olmayan nə deməkdir? Mürəkkəblə 1-in cəmi deməkdir. Və ona görə nə edirik? Mürəkkəb üstə gəlsin 1 burada niyə bərabərdir? Naturaldan sadəni çıxırıq. Natural neçədir? 32-dir, ondan sadə, yəni sadə bölən neçədədir? Sadə bölən də deyəndə müxtəlif sadə vuruq nəzərdə tutulur. Müxtəlif sadə vuruqlar neçədir burada? 2-dir, 3-dür, 13-dür, bir də 5-dir. Bunların da sayı 4 dənədir, düzdürmü? Onda 32-dən biz 4-ü çıxırıq, edirik 28. Cavab B variantı. Sonra keçək növbəti suala. Növbəti sualda da bizə deyir ki, 14-cü sual. Deməli, 14-cü sualda da bizə deyir ki, x, y natural ədədləri üçün əkobun kvadratı x, y çıxırsın, əbobun kvadratı x, y 560-dır. Əkob x, y üstə, əbob x, y üstə əkob x, y 28-dir. X üstə gəlsin, y cəminin ən kiçik qiymətini tapın. Deməli, gəlin baxaq buna. Burada belə yazaq. Görürük ki, birinci ifadəni biz aşağıda cəmi veribsə, kvadratlar fərqi kimi yaza bilərik. Yəni, gəlin belə deyək də, bunu daha sadə olsun deyə, əkoba bir A deyək, əboba bir B deyək. Baxın, burada nə alındı? A-nın kvadratı çıxılsın, B-nin kvadratı 560-dır. Deməli, B üstə gəlsin A-da niyə bərabərdir? Çünki burada yuxarıda əkoba A demişəm. B üstə gəlsin A 28-dir. Sürət, birinci ifadəni A minus B, A plus B kimi yazsam, mənə 560-ı verməlidir. Cəmi 28-də, fərqi də 20 olmadı. Demək, A çıxılsın B-də niyə bərabərdir? 20-yə bərabərdir. A üstə gəlsin B-də niyə bərabərdir? 28-dir. Düzdür. Bunları tərəf-tərəfə toplasaq, 2A bərabərdir 48, A bərabərdir 24. Həmçində B bərabərdir neçəyə? Buradan yerinə qoyanda 4. A nəyə demişdim? Əkoba. Düzdürmü? Onda əkob, deməli, x, y 24-dür. Əbob x də niyə bərabərdir? 4-ə bərabərdir. Düzdürmü? Bizə deyir ki, x üstə gəlsə y cəminin ən kiçik qiymətini tapın. Baxın, C burada niyə bərabərdir? Əkobun əboba nisbəti, düzdürmü? Yəni, əkob nədir? 24-dür. Əbob nədir? 6-dır. Və deməli, 24-ün də deməli, 4-ə nisbəti bizə 6-nı verir. Düzdür. Düzdür yəni. İndi isə burada orta olmayan sadə vuruqlarının hasili 6-dır. Və bizdən də x üstə gəlsin y cəminin deməli, nəyin soruşur? Ən kiçik qiymətini soruşur. Baxın, bunu necə yazacağım? Aslında bunu yuxarıda daha sadə də yaza bilərdim. Gəlin yuxarıda tam sadə yazam. S-nin 6 olduğunu oradan da görəcək. Deməli, x-in və y-in 4-ə bölünməsini belə götürəcəm. X bərabərdir 4-əm götürəcəm. Y bərabərdir 4-əm götürəcəm. Deməli, onda əkob deməli, 4-əm bir də 4-n 24-dür. Buradan da əkob hər tərəfi 4-ü belə deyək, əkobun xaricinə çıxardım. Hər tərəfi 4-ə bölsə, əkob m-lə n burada 6-ya bərabərdir. Və m-in də nədir burada? Qarşılığı sadə ədəddir. Aydındırmı? Demək, qarşılığı sadə ədədlərin deməli, əkobu 6-dır, olan hasili 6 deməkdir. Yəni, onda bu zaman ya bu 1 olar, bu 6 olar, ya da bu 2 olar, bu da 3 olar da. Yəni, 2 ilə 3 qarşılığı sadədir, əkobu da 6-dır. Aydındırmı? Başqa ola bilmir. Və bizdən də cəminin ən kiçik qiymətini soruşur. Burada deməli, birinciyə nə götürmüşdüm? 4-əm
Üstə gəlinsin 4n. Bu da bərabərdir. 4 vurulsun m üstə gəlsin n. Düzdürmü? Və cəmin ən kiçik qiymətini soruşursa, burada m neçədir? Ən kiçik. Baxın, buranın hansında cəm ən kiçik olur? Yəni 2 ilə 3 götürəndə də m. Düzdürmü? Ona görə də 4 vurulsun 5 edəcək 20. Ona görə də cavab A variantı. Aydındır mı? Sonra keçək 15-ci suala baxaq. Deməli, 15-ci sualda da deməli bizə deyir ki, A ədədinin rəqəmləri cəmi 47 olarsa, A-nın kvadratı üstə 3A üstə gəlsin 6 ədədinin 9-a bölünməsindən alınan qalığı tapın. Baxın, elə 9-a bölmədə alınan qalıq rəqəmləri cəminin 9-a bölünməsindən alınan qalığa bərabərdir. Nümunə üzərində də göstərə bilərəm. Bax, məsələn, tutaq ki, 12 götürək. 12-nin deməli 9-a bölünməsindən alınan qalıq yəni 3-dür də, yəni bölüb tapa bilərsiniz. Amma elə bunun fikir verin, rəqəmlər cəmi neçə edir? 3. 3-ün 9-a bölünməsindən alınan qalıq 3-dür. Yəni rəqəmlər cəminin 9-a bölünməsindən alınan qalıq elə ədədin 9-a bölünməsindən alınan qalığa bərabərdir. Aydındır. Ona görə də deməli 47-nin 9-a bölünməsindən alınan qalıq neçə edir? Deməli qalıq eləyəcək burada 2. Deməli onda qalıq 2-dirsə, elə promo ilə A-nı yeri 2 götürün. Yəni A bərabərdir 2-dir. Bu da nə olacaq? 2-nin kvadratı üstə gəlsin 3 vurulsun 2 üstə gəlsin 6. 4 üstə gəlsin 6 üstə gəlsin 6 eləyəcək 16. 16-nın da 9-a bölməsindən alınan qalıq eləyəcək 7. Deməli 15-də cavab D variantı. Sonra 16-ya baxaq. Deməli nömrə 16-da bizə deyir ki, A NATO ədədinin 15-ə bölünməsindən alınan natamam qismət 9-dan kiçikdir. Və deməli A NATO A ədədinin ala biləcəyi ən böyük qiyməti tapın. Deməli baxın, 15-ə bölünməsindən alınan natamam qismət 10-dan kiçikdir, düzdürmü? Yəni belə deyək, 9 ola bilər, burada 8 ola bilər və s. Və bunun ən böyük qiymətin soruşursa, onda natamam qismət də ən böyük olmalıdır. Qalıq da ən böyük olmalıdır. Bölən 15 isə, düzdürmü? Onda qalıq, alına bilən qalıq ən çox neçə ola biləcək? 14 ola biləcəkdir, düzdürmü? Onda deməli, A bölünsün 15, düzdürmü? Deməli, 9-dan kiçik ən böyük natamam qismət 9 olacaq və alınan ən böyük qalıq da 14 olacaq. Aydındır. Buradan A-nı tapsa 15 vurulsun 9, üstə gəlsin 14. Bu da bərabərdir. Deməli 15-i 9-a vuranda neçə edəcək? 135. Üstə gəlsin 14. O da edəcək 149. Ona görə də 16-da cavab C variantı. Sonra 17-ci suala baxaq. Deməli 17-ci sualda A bərabərdir 15K və B bərabərdir 24M natural ədədlərinin sadə vurğularının sayı cəmi, sayıları cəmi daha doğrusu 26 olarsa M üstə gəlsin K cəminin ala biləcəyi mümkün qiymətlərin sayını tapın. Deməli, gəlin burada deməli A-nın sadə vurğuların sayını tapın. A nəyə bərabərdir? 15 üzərində K-ya. Bunu belə yazacağım. 3 vurulsun 5 üzərində K. Yəni 3 üzərində K vurulsun 5 üzərində K. B-də niyə bərabərdir? 24 üzərində M. O da bərabərdir. 24'ü belə yazacağım. 2'nin kubu vurulsun 3'ün üzərində M. Bu da 2'nin üzərində 3M vurulsun 3'ün üzərində M. Baxın, A'nın sadə vurğuların sayı nədir? Qüvvətlərinin cəmi, yəni K üstə gəlsin K. Və B'nin sadə vurğuların sayı nədir? 4M'dən M'in cəmi. Yəni daha doğrusu 3M'dən M'in cəmi. 3M üstə gəlsin M. Və bunların cəmi bizə 26 olduğunu verir. Və buradan da 2K üstə gəlsin 4M bərabərdir 26'dır. Hər tərəfi 2'yə bölsək K üstə gəlsin 2M bərabərdir neçəyə? 13'ə. Baxın, burada mən nəyə diqqət edirəm? K 1'dən başlayır, düzdürmü? K 1 olsa
M neçə olacaq? 6 olacaq. K burada cüt qiymətlər ala bilmir. Çünki cüt qiymət alsa 13-dən cüt qiymət çıxacaq. 2M orada tək ədədə bərabər. Amma 2M cüt ədədə olmalıdır. Ona görə də burada K ancaq nə alacaq? Tək ədədlər. K məsələn 2 ola bilməyəcək. Aydındır? Çünki K 2 olsa, baxın, deməli 2M burada 11-ə bərabər olacaq. 11-ə bərabər ola bilmir. Həm də natural ədəd deyil onda. Ona görə də burada K ancaq tək ədəddir. Yəni K-nı yerinə 3 qoya biləcəyik. 3 qoyanda deməli 5 olacaq. Sonra K-nı yerində deməli 5 qoyanda bu 4 olacaq. Bir dəqiqə. K-nı yerinə 5 qoyanda 8. 8-i deməli M burada 4'tür, düzdürmü? Sonra K-nın yerinə burada biz 7 qoysaq M 3'tür. Sonra K-nın yerinə 9 qoysam 2'dir. K-nın yerinə mən burada deməli 11 qoysam M 1'dir. Baxın, bunların sayı da neçə olacaq? Deməli, daha doğrusu M üstəgəlsin K-nın ala biləcəyi mümkün qiymətlərin sayını deyir. Baxın, buradan göründüyü kimi də indi baxaq. Birincinin cəmi 7. 7, 8, 9, 10, 11, burada 12. Düzdürmü? Sayı neçə də oldu? 6'da. Ona görə də A variantı. Sonra deməli 18-ci sual. Bu da gözəl sualdır. Deməli 18-ci sualda bizə deyir ki, x, y, z sadə ədədləri üçün deməli x çıxılsın y vurulsun x'in kvadratı üstə gəlsin 2xy üstə gəlsin y'in kubu üstə gəlsin 8 bərabərdir z. Baxın, burada görürük ki, x ilə y nədir burada? Natural ədəddir, düzdürmü? Həmçinin sadə ədədsə natural ədəddir. Baxın, hasil sadə ədədə bərabərdirsə, onda vurğulardan biri 1'dir, digəri isə həmin sadə ədədə bərabərdir. Aydındır ki, buradakı ifadə cəmdir. Cəm 1'ə bərabər ola bilməz. Bir neçə natural ədədin cəmindən söhbət gedir burada. Ona görə də bu fərq 1'ə bərabərdir. Və bizə də axı deyir, axı x, y, z sadə ədəddir. Burada biz nəyə fikir verməliyik? Yəni, hansı iki sadə ədədin fərqi 1'ə bərabərdir? Bunu da ödəyən yeganə iki sadə ədəd var. O da 3 ilə 1'dir. Yəni, bu o deməkdir ki, x burada 3 olacaq, y də 2 alacaq. Aydındır. Yəni 3 çıxsın ki 1'dir. Onda z'yi tapanda z niyə bərabər olacaq? Yəni, buradakı bu ifadəyə bərabər olacaq. Bu da bərabər olacaq 2'nin, daha doğrusu 3'ün kvadratı üstə gəlsin 2 vur 3 vur 2 üstə gəlsin 2'nin kubu üstə gəlsin 8. Z niyə bərabərdir burada? 9 üstə gəlsin deməli 12 üstə gəlsin 8 üstə gəlsin 8. Bu da deməli bu 20 eləyir 17 20 17 37. Z burada 37 eləyir. Bizə nəyi deyir burada tapın? Aha, bunların deməli 3'ünün hasili. Deməli yəni x vur y vur z. 3 vur 2 vur deməli 37. Bu da bərabər olacaq deməli 6 vurulsun 37. Bu da deməli 180'ın üstünə 42 gələndə 222. Ona görə də cavab A variantı. Sonra son 2 sual qalıb. Deməli 19-cu suala baxaq. Deməli 19-da bizə deyir ki, A ədədi 28 rəqəmli natural ədəd olarsa, A-nın qiymətini tapın. Baxın, belə misallarda həll edən zaman həmişə çalışın onun qüvvətinə gətirin. Aydındır. Yəni belə misalların 90%'ında onun qüvvətinə gətirin misal. Yəni verilən ədəd daha doğrusu. Deməli onda mən 625 bilirəm ki 5'in üzərində 4'dür, düzdürmü? Bunu bu şəkildə yazıram. 5'in üzərində 4'ün qüvvətində 3A üstə gəlsin 5. Düzdür? Vurulsun, deməli onun qüvvətinə gətirməsi, yəni 5'ə gətirdim bunun əsasən. İndi 64'ü də yəni 2'nin qüvvəti şəklində yazmalıyam. Deməli
2'nin üzərində 6'nın deməli qüvvətində 2a üstə gəlsin 3. Bu da bərabərdir. Deməli niyə bərabər olacaq? 5'in üzərində hasil 12a üstə gəlsin 20'dir. Vurulsun 2'nin üzərində deməli qüvvət niyə bərabər olacaq? 6 ilə bu ifadənin hasili bizə 18a üstə gəlsin. Daha doğrusu 12a. Bizim bir yalan neyse səhv etməyəm burada sözdə. Deməli 12a üstə gəlinsin deməli 18'e bərabərdir. Baxın mən də bunu nə edirəm? 5'in qüvvətini bu şəkildə yazıram. 5'in kvadratı vurulsun 5'in üzərində 12a üstə gəlsin 18. Baxın 2'nin qüvvəti ilə eyni oldu. Aha, eyni oldu. Deməli 2'nin də qüvvətində 12a üstə gəlsin 18'dir. Deməli bunu da belə yazıram. 5'in kvadratı neçədir? 25. 25 vurulsun. Bunu 5 vurulsun 2 üzərində deməli 12a üstə gəlsin 18 yazıram. Bu da nəyə bərabərdir? 25 vurulsun 10'un qüvvətində 12a üstə gəlsin 18'dir. Baxın, onun qüvvəti ədədin sonunda neçə sıfır yazıldığını göstərir. Yəni onun məsələn kvadratı ədədin sonunda mesela 25'in sonunda 2'den 0 yazıldığını göstərir. Yəni onun üstündəki bu ifadə, yəni onun arxasıyla yazılan sıfırların sayını göstərir. Və bizə də burada deyir ki, onun yox, daha doğrusu 25'in. Bizə də burada deyir ki, 68 rəqəmli ədəd alınarsa, deməli 68 rəqəmli ədəd alınarsa, 2 rəqəm burada varsa, yəni burada 2 rəqəm var. Deməli onun qüvvətində 66 olmalıdır ki, yəni burada ikisi buradasa 66 da olanda 66 da 0 arxasında olanda bizə burada deməli 68 rəqəmli ədəd alınır. Deməli ona görə də 12a üstə gəlsin 18 66'ya bərabərdir. 12a buradan bərabərdir 48'e. A da buradan 4'e bərabər olacaqdır. Deməli D variantı. Sonra son suala keçək. Deməli 20-ci suala baxaq. Yirminci sualda bizə deyir ki, A çıxılsın B ilə A üstə gəlinsin B natural ədədləri ardıcıl tək ədədlərdir. 2 vurulsun əbub AB çıxılsın 3 vurulsun əbub. Birinci də əkub AB idi. Çıxılsın 3 vurulsun əbub AB 17'dir. Buradan A vurulsun B hasilini tapın. Deməli baxın, bura A minus B ilə A plus B ardıcıl tək ədəddirsə, onda deməli kiçik burada A minus B-dir. Çünki bunlar natural ədəddirsə, bunların fərqi kiçik olur. Onda kiçiyin üzərinə 2 gələndə digəri alınır. Düzdürmü? Məsələn 3'ün üzərinə 2 gəlsə 5 alınacaq. Yəni 3'dən sonra gələn ardıcıl natural ədəd. Ona görə də A çıxsın B'nin üzərinə 2 əlavə etdik. Buradan A üstə gəlsin B alındı. A'lar islah olunur. 2B bərabərdir 2 alınır. B də bərabərdir 1'dir. Deməli buradan B'nin 1 olduğunu tapdıq. Əsas məsələ. Verilmiş ifadədə yerinə qoysaq, yəni B'ni 2 vurulsun əkub deməli A ilə 1 çıxılsın 3 vurulsun əbub deməli A ilə 1 nəyə bərabərdir? 17'ye bərabərdir. Burada onu bilmək lazımdır ki, 1 ilə istənilən ədəd qarşılığı sadədir. Ona görə də burada əkub A ilə 1'in əkubu A'ya bərabər olacaq. Yəni 2 vurulsun A deməli çıxılsın əbublar da 1'ə bərabərdir. Qarşılığı sadə ədəd olduğundan. Deməli 3 çıxılsın 1 bərabərdir 17'dir. Buradan 2A bərabərdir 20'dir. A da bərabərdir 10 olur. Bizə deyir ki, AB hasilini tapın elə. A 10'dur, B də 1'dir, hasili 10 edir. Cavab A variantı. Deməli bu videoda da ikinci testin izahları oldu. Kanalı izləməyi unutmayın. Çünki növbəti inşallah videoda NATO ədədlərdən test 3'ün izahını verəcəm.
Sağ olun.